Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 14-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə görə martın 14-də Bakı vaxtı ilə imsak vaxtı 05:28, iftar vaxtı isə 19:01-dədir. İmsak duası. İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə. Bu gün xətalarıma göz yum. Məni bəla və afətlərə hədəf etmə. İzzətinə an verirəm. Ey müsəlmanlara izzət verən Allah. Amin. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təfəkkür etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Amin. Allah orucunuzu qəbul etsin. Amin.